Sual 1-də üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olduğuna görə bucaq A 80 dərəcəyə, bucaq C 40 dərəcəyə bərabər. Deməli bucaq B 60 dərəcə olur. Üçüncü BFY üçbucağında isə bucaq B 60 dərəcə, bucaq F 20 dərəcə olduğuna görə alfaya 100 dərəcə qalır. Deməli daha sonra sual 2-də isə xarici bucaqların cəmi 360 dərəcədir. X plus 5 plus 3x minus 20 plus x bərabərdir 360 dərəcəyə. Bərabərsizliyi həll eləyəndə isə x-in 75 dərəcə olduğunu tapırıq. Növbəti sualda deməli iki daxili bucağın cəmi ona qonşu olmayan bir xarici bucağın cəminə bərabərdir. Yəni 2x minus 15 dərəcə plus x plus 20 dərəcə bərabərdir x plus 45 dərəcə. Bərabərliyi həll edəndə x-in 20 dərəcə olduğunu tapırıq. Növbətində buna konqruent üçbucaq və ya çökük dördbucaqlı deyirlər. Yəni alfa bərabərdir daxildə olan 3 dənə bucağın cəminə. Bu da bizə verir 140 dərəcəni. Alfa bərabərdir 140 dərəcəyə. Daha sonra növbəti üçbucaqda 3-cü sualda digər sualla eynidir. Yəni burada artıq 65 dərəcə üstəgələk 40 dərəcə üstəgələk alfa bərabərdir 150 dərəcəyə. Alfanın bərabərdir, yəni 45 dərəcə olduğunu neynirik? Tapmış oluruq. Növbəti 6-cı sualda deməli DSY üçbucağında bucaq D 30 dərəcə, bucaq Y 40 dərəcə olduğuna görə və daxili bucaqlarının cəmi 180 dərəcə olduğuna görə bucaq C-yə 110 dərəcə düşür. 110 dərəcə digər üçbucaqda ABC üçbucağında isə iki daxili bucağın cəmi ona qonşu olmayan bir xarici bucağın cəminə bir xarici bucağa bərabərdir deyərəkdən, yəni bucaq A və bucaq B-yə qonşu olmayan bucaq C-nin xarici bucağıdır və o da 110 dərəcəyə bərabərdir. Deməli alfa bərabərdir 50 dərəcəyə. Növbəti sual deməli daxili bucaqların tən bölənləri arasındakı bucaqdır və burada düstura əsasən alfa bərabərdir 90 dərəcə üstəgələk 60 dərəcə bölünsün ki, o da bərabərdir 120 dərəcə olur. Sonra bunu digər bir həlla da həll eləmək olar. Deməli ABC üçbucağının təpə bucağı 60 dərəcə olduğuna görə digər bucaqlara 120 dərəcə qalır. Deməli bir bucaq 60 dərəcə, digər bucaq da 60 dərəcə olur və bunlar da daxili bucaqların tən bölənləri olduğuna görə, yəni 30, 30 və 30, 30 hissələrə bölünür və yuxarıda qeyd etdiyimiz konqruent və ya çökük dördbucaqlı qaydasından da istifadə edərək alfanın yəni 60 plus 30 plus 30 cəmindən də 120-ni tapmış olarıq. Daha sonra növbəti 8-ci sualda da yenə bu isə xarici bucaqların tən bölənləri arasındakı bucaqdır. Qaydaya görə alfa bərabərdir 90 dərəcə çıxılsın 80 bölünsün 2 bərabərdir. Cavab 50 dərəcəyə bərabər olmuş olur. Növbəti 9-cu sualda isə bir daxili və bir xarici bucağın tən bölənləri arasındakı bucaq, yəni daxili bucaqların tən bölənləri arasındakı bucaq, xarici bucağın tən bölənləri arasındakı bucağın 2 mislinə bərabərdir. Yəni alfa bərabərdir 60 dərəcə bölünsün 2, o da bərabərdir 30 dərəcəyə. Növbəti burada bucaq tərəf bucaq əlamətinə görədir. Yəni böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında isə kiçik bucaq durur və buradan görürük ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. 68 və 42-ni toplayanda 110 dərəcə, bucaq C-nin 70 dərəcə olduğunu tapırıq. Deməli ən böyük bucaq C bucağıdır, ən kiçik bucaq isə A bucağıdır. A kiçikdir B-dən, o da kiçikdir C-dən. Deməli cavabını almış oluruq. Növbətidə isə üçbucağın bir tərəfi digər iki tərəfin, yəni ixtiyari üçbucaqdan söhbət gedir. Yəni ixtiyari bir üçbucağın bir tərəfi ona deməli digər tərəflərin cəmindən
böyük, kiçik, fərqindən isə böyükdür. Yəni x kiçikdir. Modulda 4 minus 10, yəni modulunun fərqindən böyük, cəmindən isə nədir? Kiçikdir. Yəni 4 plus 10. Burada da alırıq 6 kiçikdir x-dən, o da kiçikdir 14-dən. Cavabını alırıq. Növbəti üçbucaq da eyni qayda ilədir. Yəni bir tərəf digər iki tərəfin fərqindən böyük, fərqinin modulundan böyük, cəmindən isə nədir? Kiçikdir. Həmin qaydaya uyğun olaraq 2x minus 4 kiçikdir 2-dən, o da kiçikdir. Nədən? Böyükdür 2-dən, üzr istəyirəm. 2x minus 4 böyükdür 2-dən, kiçikdir 12-dən. Və bərabərsizliyi həll etdikdə olur 6 kiçikdir 2x, o da kiçikdir 16-dan. Hər tərəfi 2-yə bölürük. 3 kiçikdir x-dən, o da kiçikdir 8-dən. Cavabını almış oluruq. Növbəti sualda əgər alfa 90 dərəcədən kiçikdirsə, yəni hardan alınır bu qayda? Alfanın, yəni düzbucaqlı üçbucaqdan almışıq. Yəni düzbucaqlı üçbucaqda düzbucaq 90 dərəcəyə bərabərdir. Əgər 90 dərəcədən kiçik üçbucaqdırsa, deməli bu iti bucaqdır. İti bucaq olduğuna görə iti bucaqda da bir tərəf, deməli onun fərqinin modulundan böyük, amma deməli kvadratları cəmindən nədir? Kiçikdir. Yəni 16 minus 12-dən böyük. 12 deməli kök altı deməli 20. 20-dən isə nə olur? Kiçik olmuş olur. Yəni 4 kiçikdir x-dan, x də kiçikdir 20-dən. Cavabını alırıq. Yəni burada alfanın iti bucaq olduğunu görürük. Daha sonra 14-cü sual düzbucağa aid olandır və Pifaqor ədədlərindən, yəni bunu tapırıq. Deməli, x-in kvadratı bərabərdir. 2-nin kvadratı üstə gələk 3-ün kvadratı. X də bərabərdir. Kök altında 13 almış oluruq. Növbətidə 2 dənə üçbucaq görürük. Düzbucaqlı üçbucaq görürük. Deməli, birinci düzbucaqlı üçbucaqda Pifaqor ədədlərindən AB katetinin 8 olduğunu tapırıq. Digər böyüyündə isə 8, 8. Deməli, bu nədir? Bərabər tərəfli düzbucaqlı üçbucaqdır. Yəni, bucaqların 45-45 olduğunu görürük və digər hipotenuz isə katetlərin kök altda 2 mislinə bərabərdir. Daha sonra deməli, digər düzbucaqda isə h kvadratı bərabərdir. Ayırdığı tərəflərin, yəni ayırdığı tərəfin hissələrinin hasilinə bərabərdir. H da bərabərdir nəyə? 6-ya. Yəni h kvadratı və burada həmin qaydaya əsasən, yəni h kvadratı h-ın kvadratı bərabərdir n vurulsun n-ə. Yəni ayırdığı hissələrin hasilinə bərabərdir. Həmin qayda ilə yazırıq. Növbətidə 30-60 dərəcə qaydasından yola çıxaraqdan yazırıq. Yəni bucaq C 60 dərəcəyə bərabərdir. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni hipotenuz 12-dir. 60 dərəcəli bucaq qarşısındakı katet isə 30 dərəcəli bucaq qarşısındakı katetin kök altda 3 mislinə bərabərdir. Yəni x bərabərdir 6 kök altında 3-ə, y bərabərdir 12-yə. Növbəti sual. Növbəti sualı da yenə nə ilə işləmək olar? Düzbucaqlı üçbucağın qaydasından işləmək olar. Deməli, 30 dərəcədirsə, A bucağı neçə dərəcə olur? 60 dərəcə olmuş olur. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzunun yarısına bərabərdir. Deməli, AD olur 3. 60 dərəcəli bucaq qarşısındakı katet isə onun kök altda 3 mislinə bərabər olur. Bizdən x istəyir. Deməli, Pifaqor ədədləri x bərabər olur 5-ə.
Daha sonra yenə 19-cu sualda 45 dərəcədir görürük. Yəni bu nədir? Bərabər tərəfli düzbucaqlı üçbucaqdır. Buranın 45 olduğunu tapırıq. Əgər bura 6-dırsa, BC kateti də 6-ya bərabər olur. Hipotenuz 6-nın kök altında 2 mislinə bərabər olur. Növbəti də eyni sualdır. Necə? Buranın da 45 dərəcə olduğunu görürük. Əgər bura 8-dirsə və x kök altında 2 vurulsun kök altında 2-dir. Bizim də x-imiz burada yəni düşünürük ki, neçə ola bilər ki, 8-ə bərabər olsun. X onda olur. Üzr istəyirəm. Bizdən x-i soruşur. Əgər hipotenuz 8-ə bərabərdirsə və onun kök altında 2 mislinə bərabərdirsə, onu bölür kök altında 2-yə və orada qoşmasına vurduqda onun 4 kök altında 2 olduğunu tapmış oluruq. Yenə həmin qayda ilə baxırıq. Deməli, CD-nin bizdən istəyir x-i 45. Deməli, hipotenuzlar nəyə bərabər? Katetlər 8-ə bərabərdir. Çünki hipotenuz onun kök altında 2 mislinə bərabərdir. Əgər BD 6, DC 8-dirsə, deməli, x nə olur? 10. Pifaqor ədədləri. Sonra 15-75 qaydasıdır burada. 15-75 qaydasında isə hündürlük hipotenuzun 4 mislinə bərabərdir. Üzr istəyirəm. Deməli, hündürlük hipotenuzun 4-dən 1-nə bərabərdir. Yəni, C bölünsün 4-ə və ya C bərabərdir 4 dənə H-a. Yəni, x bərabər olur burada 32-yə. Sonra 120 dərəcəli bucaq qarşısındakı katet, yəni digər qarşısındakı tərəf 30 dərəcəli bucaq qarşısındakı tərəfin kök altında 3 mislinə bərabərdir. Deməli, x-imiz nədir? 6-ya bərabərdir. Sonra burada baxırıq ki, bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaqda hündürlük həm median, həm tənbölən, həm də hündürlük olur. Yəni və qarşı tərəfi nəyə? 2 bərabər hissəyə ayırır, 5-5. Pifaqor ədədlərindən deməli hündürlüyün 12 olduğunu tapırıq. Böyük üçbucaqda isə buranın 16, katetin birinin 12, digər katetin isə 20 olduğunu. Yəni bunu da Pifaqor ədədlərindən tapmış oluruq. Sonra növbəti sualda bir də baxırıq. Bunlar bərabər yanlı və ya bərabər tərəfli üçbucaqlarda, yəni bərabər tərəfli üçbucaqlarda tərəflərə çəkilmiş hündürlüklərin cəmi böyük hündürlüyə bərabər olur. Yəni burada necə? B-dən AC-yə bir hündürlük çəkirik. Baxırıq ki, bu nədir? Bərabər yanlıdır. Yəni buradan 30 dərəcəli qarşısındakı katet və bu hündürlüyün 10 olduğunu tapırıq. Axı bayaq demişdik H bərabərdir. Yəni çəkdiyimiz B hər hansı bir BK bərabərdir. Tərəflərə çəkilmiş hündürlüklərin cəminə bərabərdir. Yəni 4 + 6 bərabərdir 10-dur. Yəni 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər olduğuna görə hipotenuzun 20 olduğunu tapırıq və deməli AB-nin AC-yə bərabər olduğunu deyib. Deməli, bu bərabər yanlı üçbucaqdır. AB 20-dirsə, deməli, AC də nəyə bərabər olmalıdır? 20-yə bərabər olmalıdır. Ondan sonra artıq burada tənböləndən söhbət gedir. Deməli, tənböləndirsə, yəni burada artıq 4-ün 3-ə və 8-in x-ə nisbəti 2, x bərabər olur nəyə? 6-ya. Tənbölən qaydasına görə. Yəni, növbətidə də yenə deməli 3K-nın 15-ə nisbəti bərabərdir K-nın x-ə nisbətinə. Bunlar ixtisar gedir. X bərabər olur 5-ə.
Sonra yenə həmin qayda ilə deməli x-i tapmağımızı istəyir bizdən. Bura x ise bura 20 BD 22 minus x olur və həmin nisbəti qururuq. 18 bölünsün 22 minus x bərabərdir 15 bölünsün x-a. X də bərabər olur 10-a. Daha sonra növbəti sualda eyni qayda ilə artıq bizdə burada tənböləni tapmağımızı istəyir. Amma ilk öncə nisbəti qurub digər tərəfi tapmalıyıq biz. 6-nın 3-ə nisbəti bərabərdir. Məsələn, hər hansı bir t-nin 4-ə nisbətinə ixtisar gedir. T bərabər olur nəyə? 8-ə. Sonra tənbölənin əlamətinə görə x bərabərdir. Yəni qaydasına görə x bərabərdir. Kök altında 6 48 çıxılsın 12. X də bərabərdir 6 olur. Sonra medianlar və medianlar dediyimiz kimi üçbucağın 3 dənə medianı olur və onlar təpə bucağından başlayaraq 2-nin 1-ə nisbətində bölünürlər. Bizdən x-i, y-i və z-i istəyir və onlar da medianlar təpə bucağından başlayaraq qarşı tərəfi 2 bərabər hissəyə ayırır və ona görə z-i burada tapırıq 5. Əgər demişdik ki, 2-nin 1-ə nisbətində bölür, C ağırlıq mərkəzidir. C və D 4 olduğuna görə AC x bərabər olur onun 2 mislinə 8-ə. Ondan sonra y isə, yəni 2-nin 1-ə nisbətində olduğuna görə BC 10-dursa, CY, y bərabərdir onun yarısına, yəni 5-ə. Bunları da toplayanda cavab olur 18. Növbətidə bizdə x, y və z-in cəmini istəyir. Yenə mediandır. Onda z bərabər olur neçəyə? 10-a. Çünki qarşı tərəfi 2 bərabər hissəyə ayırır. X də bərabər olur 10-a. Y bərabər olur 6-ya. Çünki FC 3-dürsə, CS onun 2 mislinə bərabərdir. Və bunları cəmləyəndə cavab olur 26. Ondan sonra deməli, medianlar üçbucağı 6 bərabər sahəyə bölür. Yəni, B-nin də deməli, medianını tapdıqda onlar 6 bərabər hissəyə bölünür və S1 bərabər, S2 bərabər, S3 bərabər, S4 bərabər, S5. Yəni, onlar nədir? 6 dənə bərabər üçbucağa bölünür. Deməli, S bərabər olur. Yəni, ümumi üçbucağın sahəsi 60-a bərabər olur. Və bunlar deməli Stuart teoremidir. Deməli onlar çarpaz vurulur, kvadrata yüksəldilir və çarpaz vurulur. Yəni burada x